Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli dinleyiciler, namaz ibadeti her bir Müslümanın kıyamet günü en ilk, en öncə hesaba çəkiləcəyi hərəkətlərdən, ibadət növlərindən biridir. Ki, ən birinci əməllərdən namaz hesaba çəkiləcək və namazlar tərəziyə qoyulacaq. Neçə namazlar vardır ki, tərəzidə qılınmamış kimi keçəcək. Yəni, qılınmayıb. Əslində qılınıb, yeri boşdur. Səbəb, onu batil edən əməllər etmisən. Namazın özünə məxsus hərəkət, danışıq və duruş qaydası vardır. Kimsə istədiyi şəkildə namazda dura bilməz. Təbiidir ki, zərurət müstəsnadır. Yəni, bəzi zəruri hallar müstəsnadır. Normalda namazda dik durmaq, əllər sinədə bağlanmaq, yalnız namazın sözlərini demək və namazdakı icazəli hərəkətləri etməkdir. Ruku, səcdə, qiyam, təkbir kimi hərəkətlər. Bunun xaricində edilən bütün hərəkətlər ki, namaza aid deyil, o hərəkətlər namazda kənar hərəkət sayılır. Kənar hərəkət də ölçüsü vardır. Əgər çoxluğa daxil oldusa, namaz batil olur. Değerli dinleyiciler, diqqətlə qulaq as. Namaz batil olur. Yəni sən qıldın, amma o səhih deyil. Nə üçün? Çoxluca yersiz hərəkətlər etdin. İcazəli hərəkətlər var, icazəsiz hərəkətlər var. Yəni namazın özünə məxsus hərəkətlərini müstəsnanın qoyduğu bir tərəfə. Yəni o namaz üçün ruku, səcdə edirsən ayrıdır. Kənar hərəkət. Ağcaqanad qovur. Bir yeri qaşındı. Geyimi düz deyil, onu düzəldir. Üstündə toz var, onu təmizlədi. Burnunu ofalayır, saqqalı ilə oynayır, hicabı ilə oynayır. Bunların hamısı yersiz hərəkət sayılır. Və unutma, Allah namaz üçün möminlərə bir qayda qoymuşdu. Və Müminun surəsi 2-ci ayədə belə buyurmuşdu. Əl-ləzīnəhum fī salatihim xaşi'un. Möminlər o şəxslərdir ki, onlar namaz qılarkən xuşu halında namaz qılarlar. Xuşu sözü xaşya sözündən qaynaqlanır, qorxmaq mənasını verir. Yəni, namazı həyazanlı qılır, Allah sevgisi ilə, Allah qorxusu ilə, birdən məndən qəbul etməz. Sən təsəvvür edirsənmi? Allahın Rəsulu bütün ibadət növlərini etdikdən sonra o ibadətin ondan qəbul olunması üçün Allaha yalvarardı. Deməli, mən ibadət edirəm deyə hələ bura qədəri bəsdir düşünüb də istədiyin hərəkətləri namazda etmən əsla doğru deyildir. Olmaz. Bütün yad hərəkətləri tərk etmək lazımdır. Müstəsna hallar ola bilir. Tutaq ki, ağcaqanad birini incidir. Diqqətini çəkir. Bir dəfə qovdu onu. Ya vurdu, ya qovdu onu. Tamamdır. Yoxsa ağcaqanadla məşğuldur. Hey, əli ilə ağcaqanadları qovur. Və səbəb də gətirə bilir ki, onlar məni narahat edir. Əslində, dəyərli insan, psixologiyada bu qayda vardır. Bir şey barəsində yersiz vəsvəsəyə düşdünsə, o səndən əl çəkməyəcək. Baxın, bir yerin qaşındı, bir var gerçəkdən qaşınır, gerçəkdən. Yəni ki, həqiqətən də bir yerin qaşınır. Qaşıdın, namazın batil deyil. Bir də birisi vardır ki,
qolu qaşındı, qolun qaşıdı. Sonra onu qaşıyan kimi qəflətən qulağı qaşındı, getdi qulağın qaşındı. Bax, sən bilgirən ki, bu şeytandır. Sənə hücum edib, sən haranı qaşısan əl çəkməyəcək səndən. Sanki qoturdu. Orasını, burasını qaşıyacaq namazda. Bu, vəsvəsə xəstəliyidir. Bax, ağcaqanadda da bu belədir. Sən nə qədər ağcaqanad qova bilərsən ki? Bir ağcaqanad deyil ki, bir dəfə qovsun, əl çəksin səndən. Hey gələcəklər üzərinə, özü də ki, anatomiyada bu qayda, ümumiyyətlə bu qayda var ki, insan bir şeydən həyəcanlandı, əsəb keçirtdi, narahat oldu, ondan iyi xaric olur dərisindən, tərin xaric olduğu yerlərdən. Və həmən iyi, həmən narahat edici amillər ən birinci tapır. Ağcaqanaddırsa ağcaqanad, itdirsə it və digər heyvandırsa onlar. Bilirlər ki, bu narahatdır və onlar səndən əl çəkməyəcək, daha hücum edəcəklər. Sən haçan ki özünü rahatlaşdırdın, xuşunu yaratdın özündəki, əlhəmdülillah, bu ağcaqanad mənə neynir ki? Pisaq vurmayıblar ki mənə. Ağcaqanad oturur, maksimum biraz qan çəkəcək və gedəcək. Sən ki beyninə onu otuzdurdun, onlar sənə təsir etməyəcək. İnan ki, heç səni biraz sonra yeməyəcəklər də. Çünki onlara lazım olan o iyi səndə görmür. Sən isə narahat olduqca onlar daha çox hücum edəcəklər. Nə əcəb bunu hiss etməmişik. Daha çox narahat olanlara daha çox hücum olur. Və sonunda qəzəblənir. Nə namaz? O heç bilmir ki, nə qıldı. O heç bilmir ki, nə dedi. Nə gəldi, danışdı. Şərti refleksi ilə ibadətini etdi və bir də ayıldı ki, çiyinlərə salam verir. Yəni, qurtarıram. Bu namazdırmı? Deyil. Bu namaz deyil. Bir dəfə məsciddə Rasulullah oturmuş, bir nəfər məscidə daxil oldu. Bilirsiniz ki, məscidə hər daxil olan təhiyyə namazını qılmalıdır. 2 rükətdir, məscidin haqqıdır. Girirsən, 2 rükət Allah üçün ibadət edirsən, məscidin haqqı namazı deyirlər ona. Təhiyyə, yəni məscidə salam namazı. O adam girdi, getdi 2 rükət namaz qıldı, sonra gəldi Allahın Rasulunu dinləməyə. Rasulullah dedi, sən namaz qıldın? Dedi, bəli ya Rasulullah. Dedi, qayıt təzədən qıl. O adam qayıtdı, heç soruşmadı da, qayıtdı. 2 rükət qıldı, gəldi. Dedi, qılmadın, qayıt, təzədən qıl. İrci'a, fasalli, fa innəkə ləm tusalli. Qayıt, namazını qıl, sən namaz qılmadın. O yenə də 2 rükət qıldı. 3 dəfə bu hadisə təkrar oldu. 3-cü dəfə də ona deyəndə ki, qayıt namaz qıl, sən namaz qılmamısan. O dedi, ey Allahın Rasulü, mənim bildiyim namaz budur. Əskik nədirsə, onu mənə öyrət. Bax, nə gözəl cavab verdi. Allahın Rasulü dedi, namaz qılanda sən Rəbbinlə söhbət edirsən. Namazı tələm-tələsik qılma. Rukusuna, səcdəsinə fikir ver. Sən rukuya gedirsən, başın ruku vəziyyətinə düşər, düşməz qalxırsan. Bu nədir? Səcdəyə gedirsən, üzün yerə dəyən kimi qalxırsan. Niyə tələsirsən? Alnını yerə qoy, zikri et, sonra qalx. Qalxdıqda belini düzəlt, sonra təzədən get. Yəni, yarımçıq dikəlmiş, yenidən səcdəyə qayıtdın, təcili alnın yerə dəyən kimi qalxdın və namazı bu sürətlə qıldın. Bu namaz deyil ki, ləm tusalli, sən namaz qılmadın. Get, xuşu ilə namaz qıl. Sakit. Rəbbinlə söhbət edirsən. Qoy bu sənin olsun namazın. Bax, o getdi, 2 rükət namaz qıldı. Allahın Rasulü dedi, bəli, budur. Dəyərli insanlar, bəzən insan vardır ki, namazdadır, baxdıqda hiss etmirsən o namazdadır. Çünki elə zənn edirsən ki, bu hələ hazırlaşır. Çünki əlini cibinə salır, çıxardır, yaxasını düzəldir, burnunu qaşıyır, qulağını ovxalayır, belə saçını düzəldir, nə bilim, bu namazda nələr edir. Bəziləri deyiblər, 3 hərəkət namazı batil edir. 3 dəfə
namazdan kənar hərəkət namazı batil edir. Amma bunun əsası yoxdur. Yəni 3 dəfə qaydası yoxdur. Bunun Resulullah'a dayanmır bu. Bunu kimsə özündən deyib. Amma ki, yəni zəruri bir hərəkət başa düşüldü. Yersiz hərəkət başa düşülmür. Amma sayı yoxdur. Ola bilsin ki, zəruri hərəkət çox olsun. Misal üçün, birinin burnu qanıyıb. Burnu qanıyıb. Əl atıb burnunu tutub. Artıq hərəkətdir də. Və sonra əlini buraxdı, gördü yenə gəlir, əl atdı, burnunu tutdu. Yəni ki, bu cür zəruri hərəkət olsa və yaxud da ki, ola bilsin ki, misal üçün birinin ayağında sınıq var, qolunda sınıq var, namaz qılır və o durum bəzən onu inci verir, əli ilə düzəldir özünü, onlar da başa düşüldü. Amma bu mənəvi məsuliyyətdir, mənəvi məsuliyyət. Yəni, sən ola bilsin ki, 100 hərəkət eləyəsən, 100-ünə də səbəb gətirəsən. Amma vicdanına sual ver, içindəki mənəviyyatına sual ver. Düz edirsənmi bunu? Bax, o sənə ən doğru cavabı verəcək. Sənin vicdanın sənə deyəcək, ayıb olsun sənin üçün. Allah ilə belə söhbət edərlər. Bu nədir? Buna ehtiyac yox idi ki. Yersiz vəsvəsə yaradırsan özündə, sonra vəsvəsə də nədir? Vəsvəsə elə şeydir ki, o səndə yarandısa sən haqlısan, sənə görə. Hamı səni haqsız bilir. Sən isə özünə görə haqlısan. Çünki deməli haqsızsan. Çünki yaratdığın psixoloji bir durumdur. Əsəb, vəsvəsə, uzaq tut, tərk et, düzələcəksən. İnan ki, düzələcəksən. Namazda yalnız namazın hərəkətlərini et. Saçınla, saqqalınla, hicabınla oynama. Qətiyyən buna ehtiyac yoxdur. Neçə insanlar var. Rukuda görürsən ki, o biri əli ilə ətəyin çırpır. Bu vəsvəsədir. Bu sənin namazının fəzilətini aparır. Hər bir hərəkət sənin namazından biraz götürür. Misal üçün 100 olmalıdır. Bir hərəkət etdin, 5 getdi. Oldu nə? 95. Bir hərəkətə də 10 getdi, 85. Və beləcə sənin namazın batil ola bilir. Bəli, çox hərəkət namazı batil edə bilir. Yalnız zəruri hərəkətlər, məcburi hərəkətlər icazəlidir. Necə ki, Allahın Resulü sallallahu aleyhi və səlləm qızı Zeynəbin övladını qucağına tutmuşdu namaz qılanda. Səcdə edəndə yerə qoyurdu, sonra səcdə edirdi. Sonra qiyama qalxanda yenidən qucağına götürürdü, qalxırdı. Bu zəruri idi. Uşaq xəstə idi və o uşaq o qədər xəstə idi ki, çox ağlayırdı. Və sonunda belə də öldü elə. O uşaq da körpə vaxtı ölür. Yəni ki, çox narahat edici durumdur. Qızı artıq saxlaya bilmir. Atası məcburi qızından alıb, onu da qucağında saxlayıb namazda. Bax, bu icazəlidir. Hansı isə ana, hansı isə ata, onları incidən uşağı qucağında saxlamaqla sakit qalırsa, namazda onu tuta bilər. Bu zəruri hallardadır. Yoxsa elə-belə kiminsə xoşuna gəlir deyil. Çünki istər-istəməz ona görə hərəkət edəcəksən. Amma o hərəkət zəruri haldırsa, icazəlidir. Yəni o uşağı yerə qoysun, bütün məscidi incidəcək, məcburi qucağına götürür. Və yaxud da ki, evdə namaz qılır. Yerə qoyduqda o qədər çığırıb bağıracaq ki, bəzi belə bir psixoloji durumlarında problem olan uşaqlarda, yəni əsəbi uşaqlarda bu durum vardır. Qucağa götürdükdə sakit qalırsa, o zaman bunu edə bilərsən. Amma digər hərəkətlər, ağca qanadı qovmaq kimi, namazda üstü başınla məşğul olmaq kimi hərəkətləri tərk edək. Bu bizim hər birimizin problemidir. Hər birimizdə bu problem müəyyən qədər vardır. Tərk edək. Namaz qılanda sevgi ilə, Rəbbinlə söhbət edirsən, mən inanıram ki, bizim hər birimizin ən sevdiyi biri ilə görüşümüz olsa, ki onu çox sevirik, onunla görüşdə bəlkə yüzlərlə ağcaqanad bizdən qan sovursa, biz heç onu hiss etmərik. Çünki daha böyük işlə məşğulsan, çox sevdiyin birini tapmısan və onunla zaman keçirdirsən, söhbət edirsən. Və o sənə o qədər doğma gəlir ki, sən heç ağcaqanadların heç üstündəki tozu görmürsən, səni ancaq onu görürsən. Namaz qılanda, belə namaz qılsaq,
Bax, bu namazlar qiyamət günü nur olacaq, sənə nə fayda verəcəkdir. Rəbbinlə sevə-sevə söhbət et. Səni ən çox sevib, düzəldib ortaya gətirən Rəbbinlə söhbət edirsən. Sənin üçün cənnətdə saraylar tikən Rəbbinlə söhbət edirsən. Diqqətli ol, hər nəyi kənara qoy. Namaz qıl, ciddi şəkildə, xuşu ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.